Salam hörmətli abituriyentlər. Qaldığımız yerdən davam edirik. Güvən nəşriyyatına növbəti bir bölməni izahını veririk. Üstü və loqaritmi təhlillə bərabər sistem mövzusu. 65 sualda onların izahını verək. Birinci sual 2x bərabər 64'də 1. 64'də 1 2 üstü -6 deməkdir. X bərabərdir -6. 1'ə 1. 2'yə 9 üstü y yazıram. 3 üstü 2 üstü y bərabər 3 üstü 8'dir. Bu da olur 3 üstü 2 y bərabərdir. 3 üstü 8, 2 y bərabərdir. Əsaslar eyni olduğuna görə qüvvətlər də eyni olmalıdır. Y 4, 2'ye C variantı. Üçüncü sual 3 üstü 2, vuraq 7 üstü y 63 olarsa x plus y cəmindən. Burada deyir x, y natural ədəddir. Natural ədədsə burada 63 7 ilə 3'dən bağlı necə ola bilər? 9 vuraq 7 kimi yarana bilər. 9 vuraq 7 necə yarana bilər? X'imiz 2 olsa, y'imiz 1 olsa. Onlar 3 üstü 2, vuraq 7 üstü 1. Ona görə onların cəmi edir neçə? X'dən y'nin cəmi 3. 3A. Dördüncü sual. 5 üstü x plus 1 bərabər. 5'də 1 yazıram. 5 üstü -1 üstü 2 çıxar 2. Bu deyir 5 üstü x plus 1 bərabər. 5 üstü -2 plus 2. X plus 1 bərabər -x plus 2'yə. X plus x bərabər 2 çıxar 1'ə. 2x bərabər 1. X bərabər 0,5. 4A. 5-ci sual. 15 üstü 10'u yazırıq. 3 üstü 10. Vuraq 5 üstü 10. Vuraq 25'i yazıram. 5 üstü 2 üstü x bərabər 3 üstü 10. 3 üstü 10'lar ixtisar gedir. Qaldı 5 üstü 10 üstə gələ. Qüvvətlər toplanır. 2x bərabərdir 1'ə. 5 üstü 10 plus 2x bərabər 1 yazıram 5 üstü 0. Onda 10 plus 2x bərabər 0'a. 2x bərabərdir -10'a. X bərabərdir -5. 5'ə D variantı. 6. sual əsaslar eynisə qüvvətlər də eyni olmalı. X plus 7 bərabər 3 çıxar 2. X plus x bərabər 3 çıxar 7. 2x bərabərdir -4. X bərabərdir -2. 6'ya B. 7. sual. Tənliyi həll edin. 50 üstü 3x plus 6 bərabər. 25'li yazıram. 50'nin kvadratı üstü x plus 2. O da olur 50 üstü 3x plus 6 bərabər. 50 üstü 2'nin vurub qüvvəti olur 2x plus 4. Onda 3x plus 6 bərabər 2x plus 4'ə. 3x çıxar 2x bərabər 4 çıxar 6'ya. X də bərabərdir -2'yə. 7'ye C variantı. 8. 25'te 4'ü yazıram. 5'te 2'nin üstü 2 üstü x plus 2 bərabər. 2'də 5'i yazıram. 5'te 2'nin üstü -1 üstü 6. Bu da oldu 5'te 2'nin üstü 2x plus 4 bərabərdir. 5'te 2'nin üstü -6. Olur 2x plus 4 bərabərdir -6'ya. 2x bərabərdir -6 çıxar 4. 2x bərabərdir -10. X bərabərdir -5. 8'e C. 9 2 üstü 2 çarpı 1 bərabər 5 olarsa bunu belə yazar. 2 üstü 2 vuraq 2 üstü -1 bərabər 5. Bu da 2 üstü x bərabər 5 bölə 2 üstü -1 2'də 1 deməkdir. 2 üstü x bərabər 5 vuraq 2 yəni 10. Onda 2 üstü x plus 1 də yazıram. 2 üstü x vuraq 2 üstü 1. O da 10 vuraq 2 20. 9'a D. 10. sual. 4'ün üzerine kök atı 2 üstü x plus 1. Bunu yazıram. 2 üstü 4'te 1 üstü x plus 1. Beraber 2 üstü 2'de 1 üstü x plus 5. Kuvvetler vurur. 2 üstü 4'te 1 2 plus 4'te 1. Beraber 2 üstü 2'de 1 2 üste göre 2'de 5. Kuvvetleri iyileştirdik. 4'te 1 x plus 4'te 1 beraberdi. 2'de 1 2 plus 2'de 5. X'e ayırıp bir tarafa 4'te 1 çıxar 2'de 5 beraber 2'de 1 2 çıxar 4'te 1 x. 4'te 1'den 2'de 1 çıxana 4'te 1 çıxar 4'te 10 beraber. Bu birisi 4'te 2 2 çıxar x. Bu deyir 4'te -9 beraber 4'te x'e. Buradan da 4'te x'e geçse x beraber -9. 10'a varyantı.
11. sualı keçməmişdən qabaq kanala abunə olub paylaşmağı unutmayaq ki, hər bir şagird yararlanar. Biz kanalımızı mümkün olduğu qədər daha çox böyütmək üçün sizdən mümkün olduğu qədər daha çox paylaşmanızı istəyirik. 11. sual 3 üstü x plus y bərabər 9. Buradan yazıram 3 üstü x plus y bərabər 3 üstü 2. Öbürsünə yazıram 3 üstü x plus 2y çarpı 1 bərabər 1'in yerine 3 üstü 0 yazdım. Onda yukarıdan alınır x plus y bərabər 2, aşağıdan alınır x plus 2y çarpı 1 bərabərdir 0'a. Buradan bərabər 1 yazsam. Tərəf aşağıdan yukarı çıxsaq. Alınır 2y x plus 2y çıxar 2 çıxar y bərabər 1 çıxar 2. Bu da alınır y bərabər mənfi 1'e. Y mənfi 1 ise 2 çıxar 1 bərabər 2, x 3. X ve y'nin hasilini soruşu 3 vuraq mənfi 1 mənfi 3 11'e c 12. Her ikisine ortak 5 üstü x var. Çıxarttım ortada qabanı. Qalır burada 1. Burada 5'in kvadrat. 5 üstü x bərabər 26 bölək 1 üstü y 25 26 edir. 5 üstü x bərabər 1'e. X'in yeri neçə olsa 1 edir 0. 12'ye b 13. Her üçünden 2 üstü x'i çıxarsam qalır 1 plus 2 üstü 1 plus 2 üstü 2. Onda 2 üstü x bura vuraqdı. Bərabər 112 bölək 3 üstüne 4 7. 2 üstü x bərabərdir 1 16. 2 üstü x neçə yerində x'in yeri neçə qalan 16 edir 4. 13'e 14. Bunu bu cür yazabilirler. Bunu bu cür başa çıkmışsa böyle yazarım. 2 üstü x vuraq 2 üstü 1. Plus 2 üstü 2 plus 2 üstü x vuraq 2 üstü mənfi 1. Buradan yine 2 üstü x'i çıxarsam ortada qabanı qalır burada 2 plus 1 plus 2 ile 2 üstü mənfi 2 ile 1. 2 üstü x bərabər 28 bölək 3,5. 2 üstü x bərabər 28 bölək 3,5'e 2 üstü x bərabər 280 bölək 35. 2 üstü x bərabər 280 35'e böləndə 8 dəfəm x bərabər 3. 14'e 15. 4 üstü x'i yazıram 2 üstü 2 2 çıxar 18 vuraq 2 üstü 2 plus 32 bərabər 0. Bu təlini necə edirik? 2 üstü x'e bir t deyirik. Olur t kvadrat çıxar 18 t plus 32 bərabər 0. Buna necə yazırıq? Köylər cəmi viyetə görə 18, köylər hasili 32. Buradan təliyin bir kökü 2, bir kökü alınır 16. Gətir koruq yerini 2 üstü x bərabər 2'ye, x bərabər 1'e. Həmçinin 2 üstü x bərabər 16, x bərabərdir 4'e. Bunların cəmi soruşur 4 plus 1, 5. 15'e 1. 16 yine yeni qayda 4 üstü yazıram 2 üstü 2 plus 2 üstü y çıxar 6 bərabər 0. 2 üstü bir t desəm t kvadrat plus t çıxar 6 bərabər 0. Viyetə görə köylər cəmi mənfi 1, köylər hasili mənfi 6. Bu da hansı ədədlərdir? Mənfi 3 ilə müsbət 2. Onda 2 üstü n bərabərdir mənfi 3. 2 üstü heç bir ədəd mənfi edilməz. Bu boş çoxluq. 2 üstü n bərabər 2'ye, n bərabər 1'e. Tənliyin kökü D variantı 1. 17 3 üstü x'e bir t desək olur t plus 1 bölü t çıxar 2 bərabər 0. Hər tərəfini t'ye vururam. T kvadrat plus 1 çıxar 2t bərabər 0'a. Burada t kvadrat çıxar 2t plus 1 bərabər 0'a. Burada t çıxar 1'in çöldən kvadrat deməkdir. Muxtəsər vurması. Burada t çıxar 1 bərabər 0, t bərabər 1. T 1 desə 3x bərabərdir 1'e. X bərabər 0. 17'ye ne olacaq ki? 18. Əsaslar eyni ise bu hissələr eyni olmalıdır. Qüvvətlər x çıxar 7 bərabər 11 çıxar x'e. X plus x bərabər 11 plus 7. 2x bərabər 18'e. X bərabər 9'a. Burada bir məsələ var ki, aldığımız cevapları da burada yoxlamalıyıq. X çıxar 7 böyük 0. X böyük 7'den. 11 çıxar x böyük 0. X kiçik 11'den. Bəli, 9 da buranı ödüyor.
18'e A. 19 elenin əsası E deməkdir. Loqaritmini yazanda x bərabər əsasın üstü qüvvət E kvadrat. 19b. 20'də əvvəlcə bunun sağ tərəfi bu şəkildə getməliyik. Sol tərəfi EG x plus 5 bərabər sağ tərəfi yazıram. Və belə yazaq. EG 12 yerini dəyişəm. Çıxar EG 3. Çıxma olanda da bundan qabaqki misalda izah eləmişdik. Çıxma olanda bölmə olur. EG 12 bölü 3. Əsaslar eyni olduğundan x plus 5 bərabər 4'e x bərabərdir mənfi 1'e. Mənfi 1'də yerinə qoyanda ödəyir. 20C variantı. 21. Yazır x kvadrat çıxar 2x bərabərdir. Əsasın üstü qüvvət 2 üstü 3'e. X kvadrat çıxar 2x çıxar 8 bərabər 0'a. Köylər cəmi 2. Köylər arasıdır mənfi 8. Biri olur mənfi 4, müsbət 4, biri olur mənfi 2. Müsbət 4'dən də mənfi 2'ni yoxlayırıq burada yerini. 4'ün kvadrat çıxar 2 vuraq 4. Bu ödəyər. Bir də mənfi 2. Mənfi 2'nin kvadratı çıxar 2 vuraq mənfi 2. Burada 4 plus 4 edir 8 ödəyir. Hər ikisi 4 mənfi 2. 21'e 22. 27 bərabər x üstü mənfi 3. Onda 3'ün kubu bərabərdir. X üstü mənfi 3. X üstü mənfi ya da belə 1 bölü x'in kubu. Kublar geçse x bərabər 3'te 1 ödəyir. 22 variantı. 23. 5 bərabər x çarpı 1'in üstü 2. Onda x çarpı 1 bərabərdir. Kök hatta 5. X de bərabər kök hatta 5 plus 1. O da variantı. 24. Çıxma olanda bölmə olur. Loqaritm 5s'dən x plus 8 bölək 4 plus 5x bərabər 0'a. X plus 8 bölək 4 plus 5x bərabər 5 plus 0'a, yəni 1'ə. Onda x plus 8 bərabər 4 plus 5x'i tərəfdən vurdum açdım. X çarpı 5x bərabər 4 çıxar 8'ə. Mənfi 4x bərabər mənfi 4'ə, x bərabər 1'ə. X'in bir qiyməti də bəli hər ikisini ödəyir. 24'e 25. Əsaslar eynisə qüvvətlər də eyni olmalıdır. X çıxar 12 bərabər 3x çıxar 38'ə. 2 çıxar 3x bərabər mənfi 38 plus 12. Mənfi 2x bərabərdir mənfi 26. X bərabərdir 13. 25'də A hər ikisini də ödəyir. Burada da müsbət edir. 26 hər birini sıfıra bərabərləşdirir. X plus 2 bərabər 0. X bərabər mənfi 2. Həmçinin loqaritm 3s'dən x bərabər 0'a. X bərabər 3 üstü 0 yəni 1'ə. Və hər üçün burada çox qıraqda aldığımız cavablar burada yoxlayıram. 6'nı qoysa burada mənası var, amma mənfi 2'ni qoysam loqaritm 3s'dən mənfi 2'nin mənası yoxdur. Ona görə mənfi 2'ni götürmürük. Köylər cəmi 6 plus 1 7. 26A. 27. Hər birini sıfıra bərabərləşdirir. Yenə. Sonra 2x loqaritm 3s'dən 2x çarpı 5 bərabər 0'a. Buradan alınır 2x çarpı 5 bərabər 3 üstü 0. 2x bərabər 1 plus 5. 2x bərabər 6. X bərabər 3. 3 olanda hər ikisi ödüyor. 1 2 1 3. 27'ye B variant yok. 2 3. 2'ni qoysa burada ödəmir. 4 çıxar 5 edir. Mənfi 1 olur. 2 ödəmir yalnız 3. Diqqətli olaq bu tip suala. 28. Olur loqaritm 3s'dən x bərabər 10 üstü 0'a. Loqaritm 3s'dən x bərabərdir 1'ə. Onu x bərabər 3 üstü 1'ə. Yəni 3'ə. 28'a. 29. Əvvəldən axıra gedir. Loqaritm 3s'dən, loqaritm 4s'dən x bərabər 2 üstü 0'a. Yəni 1'ə. Oradan loqaritm 4s'dən x bərabər 3 üstü 1'ə. Bunu x də bərabər 4 üstü 3'ə. Yəni 64. 29'a. 30. Eyni proses loqaritm 2s'dən, loqaritm 4s'dən x çarpı 1 bərabər 3 üstü 0'a. Yəni 1'ə.
Təzən loqaritm 4 üstə x çarpı 1 bərabərdir 2 üstü 1'ə. X çarpı 1 bərabər 4 üstü 2'yə. X də bərabər 16 plus 1'ə 17. 30'a. 31 elde x'e bir yak kimi t deyirəm. Olur t kvadratı çıxart 4t plus 3 bərabər 0'a. T1 plus T2 bərabər 4'ə. T1 T2 bərabər 3'ə. T1 1 T2 3. Buradan da elde x bərabər 1'ə. X bərabər 10 üstü 1. Elde x bərabər 3'ə. X bərabər 10 üstü 3. Min. Bunların da nəyə soruşur? Tənliyin həllərinin hasilini tapın. Tənliyin həllərinin hasilini tapın deyəndə bu cümlə düzgün cümlə deyil. Tənliyin kökün biri 10'dur, biri 1000'dir. Yerinə də qoysaq ödəyir və onların hasili 10.000 edir. 10.000 edir. Böyle bir cevapta yoktu var. 31, 32. Logaritm 3 üstü 2 t'nin kökləri hasilində bərabər t'yə. Orta kvadrat çıxar 3t plus 2 bərabər 0. T1 1, T2 2. O logaritm 3 üstü x bərabər 1'ə, x bərabər 3 üstü 1. Logaritm 3 üstü x bərabər 2'yə, x bərabər 3'ün kvadratı 9. Bunların da hasilini soruşur. 3 vuraq 9 edir 27. Burada ödədi. Demək sualın bir əslində düzgün cavab yoxdur. 33 tənliyi həll edin. Logaritm x üstü 7 bərabər 7 üstü x. Bu da yalnız hansı ədəddə mümkündür? Yalnız tərs ədədlərdir. Niyə tərs ədədlərdir? Buradan görsənin ki bu x'imiz avtomatik 7'dir. Biri 7, bir də x üstü 7 bərabərdir. Sağ tərəfdən yazsam o 1 bölü logaritm x üstü 7. Ve bunların da hasili logaritm x üstü 7 bırak logaritm x üstü 7 beraber 1'e. Bu da hansı ədəddə mümkündür? Bir kvadratı büyük, bir mənfi 1'də, bir müsbət 1'də. Biri var 1 bırak 1 beraber 1 olar. Bir de mənfi 1 bırak mənfi 1. O da hansı ədədlər mümkündür? 7'də 1'dən 7. Tək 7 ilə yox. 34. 5 üstü 2. Bunun yerine yazıram 1 bölü logaritm x üstü 5. Üste gelir logaritm x üstü 5 beraber 2'ye. Birine de t desem x üstü 5'e. Olur 1 bölü t üste gelir t beraber 2'ye. Her tarafını t'ye vurup t kvadrat çıkar 2t plus 1 beraber 0. Bu da alınır t çıkar birinci oradan kvadrat beraber 0. Niye öyle oldu? 2'ni attım sola ve her tarafını vurdum t'ye. T beraberdi 1. Onda olur logaritm x üstü 5 beraberdi 1'e. 5'te beraber x üstü 1. Yani x'e. O soruda A varyantı. 35. Tənliyi həll edin. Toplam 10'da vurma olur. 5 üstü 3x beraber 1'e. 3x beraber 5'ti 1'e. X'e beraber 3'te 5. 35A. 36. Yine toplama ama burada bir mesele var. 2 üstü x plus 4 üstü x'ini yazıram. 2'nin kvadratı x beraberdir 6'ya. Bu da logaritm 2 üstü x üste göre 2'de 1 logaritm 2 üstü x beraberdir 6'ya. Bunun emsalı 1, bu da 2'de 1 olur. 2'de 3 logaritm 2 üstü x beraberdir 6'ya. Buradan alınır logaritm 2 üstü x beraberdir 6 bölü 2'de 3. Deyir 6 bura 3'de 2. O deyir 4. Onda x beraber 2 üstü 4'e 16. 36. 37. Toplam 10'da vurma olurdu. Logaritm x bırak x çıkar 2 beraber 24. O da x kvadrat çıkar 2x beraber 24'e. X kvadratı çıkar 2x çıkar 24 beraber 0'a. Kökler cəmi 2. Kökler asıl mənfi 24. Bunlar hansı ədədlər? Biri 12'dir, biri mənfi 2'dir. Yox, 12 mənfi yox, 6 mənfi 2. Və aldığım cavablar yoxlayırıq. 6 ödəyər, amma mənfi 2 çıxar ki, bura mənfi edir, ödəməz. Onun cavab nəyə götürür? 6'nı. 37 daha.
Yazaq 38-ci sual 2 üstü 2 çıxa 3 bərabər 2 üstü 2 çıxa x-ə. Buna belə yazaq 2 üstü 2 çıxa 3 bərabər 2 üstü 2 məxrəcdə bölə 2 üstü 8. 2 üstü x-ləri bir t desək, olacaq t çıxa 3 bərabər 4 bölə t. Hər tərəfini t'yə vururam. T kvadrat çıxa 3t bərabər çıxaq 4 birbaşa yazıram bərabər 0. Köklər cəmi 3. Köklər hasili -4. Hansı ədədlərdir? Biri 4'tü, biri -1. Getir yerine koy. 2 üstü x bərabər 4'ə, x bərabər 2'ye, 2 üstü x bərabər -1, bu da boş çoxluq. Təmin kökü 2, 38-ci, 39, x kvadrat çıxar 4x bərabər 5'dən 5 yerdir, bərabər x çıxar 4'ə. Bu deyir x kvadrat çıxar 4x çıxar x plus 4 bərabər 0'a. Bu da x kvadrat çıxar 5x plus 4 bərabər 0'a. Viyetə görə köylər cəmi 5. Köylər hasili 4. Buradan tənin bir kökü 1, bir kökü 4 eləyir. 1 4'e yerine qoyanda 4 qoyanda bura alınmır. 4 çıxart 4 0 eləyir. 4 ödəmədi. Həmçinin 1 də qoyanda alınmır. 1 çıxart 4 0 eləyir. Mənfi 3 eləyir. O da boş. Mənfi ola bilməz deyil. Cavab A variantı boş çoxluq. 40-cı sual. 5 üstdən 3x plus 1. 40-cı sual belə yazaq. Qaydaya görə ixtisar vardır. Döndü o bir videoda izah elədik. 3'dən 3 gedir. Qalır sol tərəfdə olduğu kimi, sağ tərəfdə isə qalır. Loqaritm əsas olduğu kimi qalır. 5 əsasdan x kvadrat çıxa 3. Və indi əsaslar eyni olduğuna görə x kvadrat çıxa 3 bərabər 3x plus 1'ə. Bu da x kvadrat çıxa 3 çıxa 3x çıxa 1 bərabər 0. Bu da x kvadrat çıxa 3x çıxa 4 bərabər 0'a. Burada da köklər cəmi 3, köklər hasili -4. Bu da hansı ədədlərdir? Biri 4, biri -1. 4 -1'dən də -1'i qoysa, bu deyir -2. Olmaz, -1 qoyma olmaz. Amma 4'ü qoyma olacaq. Yalnız 4. 40'a 1. 41. 25 üstü x. 25'i yazan 5 üstü 2. 2. 2x böyütür. Bu da yazan 5 üstü 3. 3x çıxa 2. Bu da 5 üstü 2x böyütür. 5 üstü 9 2 çıxa 6. Əsaslar əgər 1'dən böyütsə, bərabərsi olduğu kimi həll olur. 2x böyütür 9x çıxa 6. O da 2x çıxa 9x böyütür -6. -7x böyük -6. Hər tərəf mənfiyə böləndə işarə dəyişir. X kiçikdir 7 altdan. 41'ci. 42. 0'dan onda 5 üstü x kvadratı kiçik bərabər. 0'dan 125 yazdım. 0'dan onda 5'in kvadratı 3x 4'dan onda 5. Bu doğru 0'dan onda 5 üstü x kvadratı kiçik bərabər. 0'dan onda 5 üstü 6x çıxa 9. Əgər əsas 0'dan 1 arasında yerləşirsə, işarə dəyişir. Yəni x kvadratı böyük bərabər 6x çıxa 9'dan. Bu da x kvadrat çıxa 6x plus 9 böyük bərabər 0. Bu da x çıxa 3'ün kvadratıdır. Böyük bərabər 0. Nə versə bu həmişə müsbət olduğundan x daxildir birbaşa. Mənfi sonsuz, müsbət sonsuz. 42'dir. 43. 7 üstü x böyütür 3 üstü 2x'ten. Bunu yazıyorum 7 üstü x böyütür 3 üstü 2 üstü x. Bu da 7 üstü x böyütür 9 üstü x'ten. 1 yazsaq 7 böyütür 9 alına bilməz. 2 yazsam 7'nin kvadratı böyük 9'un kvadratı ola bilməz. Demək bunlar müsbət ədədlər ola bilməz. Mənfi ədədlərdir. Bu o zaman mümkündür və ən böyükdə mənfi tam ədəd nədir? B variantı 43'ə 1. 44. Loqaritmada da eyni qayda. Əgər əsas 1'dən böyüksə işarə olduğu kimi qalır. X çarpı 1 kiçik bərabər 3 üstü 1'dən. X kiçik bərabər 3 plus 1'dən. X kiçik bərabər 4'dən. Bir də məsələ buradadır. X çarpı 1 qüvvət böyük 0. Demək aldığımız cavab 1'dən böyük 4'dən kiçik. 44'də E variantı. 45'də yenə eyni qayda. X plus 1 böyük 0. X böyükdür -1'dən. Bir də x plus 1
Esas 7, birden büyük diye büyük beraber 7 sıfırdan x büyük beraber 1 çıxar 1'den x büyük beraber sıfırdan. Mənfi 1'den büyük sıfırdan büyük. Cevap ne olur? Sıfırdan böyüksə kəsişməni götürürük. 45'e e. 46. Bərabərsinin en kiçik tam kökünü tapın. Esas ondan böyükdür. Olur 2x plus 1 böyükdür x plus 2'den. Burada alınır 2 çıxar x böyükdür 2 çıxar 1'den. X böyükdür 1'den. Bu 1. Sonra 2x plus 1 böyükdür 0'dan. 2x böyükdür mənfi 1'den. X böyükdür mənfi 2'dən buradan. Bunun bize qorxusu yoxdur. Bu da x böyükdür mənfi 2'dən. 1'den böyük en kiçik tam ədəd 46'ya cevap B variantı. 47. Biri 7 aslandı, biri 14 aslan. Onu yazırım logaritm 7 aslan x böyükdür 14 aslan x'dir. 47'ni belə yazaq. Əslində variantında tapı olur. Böyükdür. Bunu yazın 1 bölü logaritm x aslan 14. Cavablar mənfi 1 aralığını götürmürəm. Mənfi cavabın 0'dan 1 arası da ola bilərdi. Qalan variantlar yaxın durur. Amma burada bir məsələ var. Bunu tənasüb kimi vurvarsaq 7 aslan x vuraq. Logaritm x aslan 14 böyükdür 1'den yazsaq. Bu x'dən x yıxsa 7 qalır logaritm 7 aslan 14 böyükdür 1'den. 7 aslan 14 olsa 1 tam neçə deməkdir? O da 1'den böyükdür. Demək 1 tam neçə də 1'den böyükdür. X'lər 7. Demək 1'den böyük ədədlərin hamısında bu şərt ödəyəcək. C variantı birbaşa tapı olur bu yazıya göre. Başka bir versiyonunda ədəd koymanın. Ama 48 deyək. 48 əvvəl edir. Logaritm kəsin x'e bir t deyirik. Olur t kvadrat çıxar 4t plus 3 böyük beraber 0. Buradan t1 plus t2 beraber 4. t1 t2 beraber 3 yazıb. Buradan t1'i 1 t2'ni 3 tapandan sonra bu berabersi belə edir. T daxildir. Mənfi sonsuzdan 1'e birləşmə 3'ten müsbət sonsuzluğa. Bunu belə yazdı. İndi həmən logaritm kəsdən x'i də buraya yazsaq. 1 x beraber 2 üstü 1. Həmçinin logaritm kəsdən x bərabərdir 3 x beraber 2 üstü 3 8 yazsa bu varyanta göre biz mənfi sonsuzdan 2'ye kadar yok cevabı. Böyle bir cevap yoktur ya. Niye yoktur? Çünkü logaritm kəsdən x heç vaxt mənfi ola bilməz. Yani cevap qiymətlər sorulur buradan sıfırdan başladığına göre 0'dan 2'ye bir de burada 0'dan 2'ye logaritm bir de 8'den müsbət sonsuzluğa. Cevap C variantı. 49'da 5x'e bir t dese bu olur t plus 1 bölü t kiçik beraber 2'den. Buradan da her tarafını t'ye vursam t kvadratı plus 1 kiçik beraber 2t'den. Bu da t kvadratı çıxar 2t plus 1 kiçik beraber 0. Bu da t çıxar 1'in çöldən kvadratı beraberdir. Kiçik beraber 0'a. Bu da həmişə müsbətdir deyə. Müsbət heç o mənfi 0'dan kiçik olamaz. Bu ancaq t çıxar 1 beraber 0'a t beraber 1'de ödəyir. T beraber 1'de ödəyir. Bu da 5 x beraber 1 o zaman olur ki x beraber 0'da. 49'da yalnızdır variantı. 50. Berabersiz 50'nin logaritm içerisinde x böyütür. 50x'ten. Bu da bu yaxki sualın eynisidir. Logaritm içerisinde x böyütür. Sağ tərəf yazsam 1 bölü logaritm x əsasdan 10 kimi yazsa bu yaxki kimi. Logaritm içerisinde x vuraq. Logaritm x əsasdan 10 böyütür 1. Yine x'ler gedir. 3 əsasdan 10 da 2'den böyük alır. 2 tanesi o da 1'den böyükdür. O da ancaq 1'den böyük qiymətlərdir. Artan funksiyalarda mümkündür. 50'ya variantı artan funksiya. 51 2x'e bir t dese olur t plus 4t büyük beraber 10. 5 de büyük beraber 10'dan t büyük beraber 2'den. T büyük beraber 2'den. Onda 2x büyük beraber 2'den. X'e büyük beraber 1'den. 1'den büyük beraber olduğuna göre 51'e cevap C variantı. 52. 4'te 1 esasdan 4 esasdan x. Evvelce bunu bir yazar. 4'te 1 esasdan
Ya da logaritm 4s'ten x büyük beraber büyük yok küçük. Niye? Esas sıfırdan 1 arasında gider. Küçüktür. 4'te 1 üstü 1'den. Onda x bu sefer yine küçük beraber 4 üstü 4'te 1'den. Bu da x küçük beraber 4. 4'ün 4'den kök attı 4. Bu da x küçük beraber kök attı. 4'e 2'nin kvadrat kimyası böyle kök attı 2. Ve menfi olmadığına göre təyin obaz sıfırdan kök attı 2'ye kadar. 53. 200x plus 2 küçük yok. Esas sıfırdan 1 arasında yerleştiğine göre büyüktür. 2 ile 1 üstü 2 sayıştan. Bunu yazarım 200x plus 2 büyüktür. 2 üstü menfi 1. Onu da vursam menfi x plus 3. Bunu belə də yaza bilərik və yaxud da ki 200x plus 2 büyüktür. Bunu da yazıb 2 üstü menfi 2 vuraq 2 üstü 3. Bu da 2 üstü x plus 2 büyüktür. 8 bölü 2 üstü x'ten. Tenasüblə vuruvarsaq 2 üstü x vuraq 2 üstü 2 üstə gələ 2 vuraq 2 üstü 2 büyüktür 8'den. Bu da 2 üstü 2 2 plus 2 üstü 1 plus 2 büyüktür 8'den. Bir son vurmuyor. 2 vuraq 2 üstü 2 çıxar 8 bölü 0. 2 üstü x'e bir t desə t kvadrat plus 2t çıxar 8 bölü 0. Biraz uzun bir həlli var. T1 plus T2 menfi 2. T1 T2 beraber menfi 8. Bu da biri menfi 4'tü. Biri müsbət 2'dir. Onda 2 x'imiz. Burada olur T daxildir. Menfi sonsuzdan menfi 4'e birleşme 2'de müsbət sonsuzluğa. 2 x'imiz menfi 4 ola bilməz. Ona görə baxmıram. 2 x'imiz böyütü 2'den olar. X'e böyütü 1'den. Ona göre 53'e cevap B variantı menfi olabilmezdi. Bu yadıya x büyütü 1'den onda 2x o yadıya göre alındı. 54'te 8'e 1 üstü 2 çarpıcı olduğu kimi saxlayıram. 2'də 2 çitir 5'te 1'i belə yaz. 5'te 1 üstü 2'ni çıxardırım ortaya qabanı qalır burada 2 çarpı 3. Onda 8'e 1 üstü 2 çarpı 3 2 çitir bölü 25'te 1 üstü 2 çarpı 3. Kuvvetler eğilirse esaslar da burada ise 8'e 1 25'te 1'den belirleyeceğim. Bura baxaq indi 8'e 1 2 çarpı 3 2 çarpı 3 kiçikdir. Ne zaman kiçik ola bilər? Məsələn 1 qoysaq 8'e 1 üstü menfi 2 kiçik beraber 25'te 1 üstü menfi 2 olsa ya 1 qoysam x'e 1 versem. 1 versem 8'e 1 üstü 1 bölü 64'te 1 eləyir. 8'e 1'in kvadratı oluyor 64'te 1 64 eləyir. Burada 1 bölü 625'te 1 625 bu ödəyir. 1 de ödəyir 2 de ödəyəcək. Ama 3 koysaq 1 kiçikdir ödəməyəcək. 3 koysam ödəmir. 4 koysam 4 yazsam 8'e 1 üstü 1 kiçikdir 25'te 1 üstü 1'den ola bilməz. 8'e 1 böyük. Demek 4 ödəmir. Ama menfi ədədlərdə mesela 0 koysam 0 da ödəyəcək. Demek menfi ədədlər menfi sonsuzdan 3'e kadar. 54'de B variantı. Çünkü bunu belə də fikirləşə bilərsiniz. 8'e 1 25'te 1'den böyükdür. 8'e 1 25'te 1'den böyükdür. Ama burada kiçik işarəti verir. Demek onda qüvvət menfi olmalıdır. 2 çarpı 3 kiçik 0 x kiçikdir 3'ten. 55. Kökette 5 çıxar 2'nin üstü 1 çıxar 4x. Bunun işimiz yoktur. Kiçikdir. Bu birisinin mən qoşmasına vursam kökette 5 çıxar 2. Bu diğer kökette 5 çıxar 2'nin üstü 1 çıxar 4x. Kiçikdir. Aşağı ilir kökette 5'in kvadratı. Çıxar 2'nin kvadratı. Bu da 4 5 çıxar 4 1. Ona görə kökette 5 çıxar 2. Onda olur 1 çıxar 4x. Məsələ buradadır. Kökette 5'ten 2 tam onda 2 çıxır. Çıxıram 2. Bu iri 0 tam neçə? 0'dan 1 arasında onda işarə dəyişir. 1 çıxar 4x böyükdür 1'den. Menfi 4x böyükdür
Sıfırdan x kiçikdir sıfırdan. 55'e C variantı. C yok. Biz burada neye sıfırladık? Kök altı 5 çıxar 2'nin üstü 1 çıxar 4 200. O burada kök altı 5 çıxar 2'nin üstü 1 elədi. 1 çıxar 4x böyükdür 1'dən. İşarə dəyişdi. Burada mənfi 4x böyükdür 0'dan. X de kiçikdir 0'dan. X kiçikdir 0'dan C variantı. A variantı ödəyə çünkü niye? Mənfi o zaman A variantı ödəyə kiçik beraber olsaydı. 56 biri 5'dir, biri 5'te 1'dir. Yazıram onu loqaritm 5s'dən 2 çıxar 2, sağ tərəf 1 yazıram böyükdür. 5'te 1 5'dir mənfi 1 kimi yazsam o da keçsə qabağa. Mənfi loqaritm 5s'dən x plus 2. Bunu da sola keçirib böyük 0 yazsam, əsaslar müsbət olduğundan 2 çıxar 2 vuraq eyni olduğundan toplam onu vurma olur. Plus vuraq x plus 2 böyük 0. O da olur x kvadrat çıxar 4 böyükdür 5 üstü 0'dan. X kvadratı böyükdür 1 plus 4'ten x deyək. Çıxar 5 böyük 0. Bunu x daxildir birbaşa yazırım. Mənfi sonsuzda mənfi kök altı 5'ə. Birləşmə kök altı 5'dən müsbət sonsuzluğa. B cavab gəlir əslində. Amma burada bir məsələ var ki, mənfi sonsuzda mənfi kök altı 5'i yerinə qoya bilmərik. Çünki mənfi kök altı 5'ə qədər olsa, burada məsələn deyək ki, mənfi 3 olsa, mənfi 3 qoysa bura alınmır, mənfidir. Ona görə də bu hissəni götürmürük, biz bu hissəni götürürük. Kök altı 5'dən müsbət sonsuzluğa 56 idi. 57 çıxma olduğuna görə bölmə olur. Onda x bölü 2 beraber 10 üstü 1. X de beraber 10 vuraq 2. 20. 57'ye 1. 58. Her birini sıfıra beraberləşdirir. Diskriminantla bunun kökünü tapırıq. 1 çıxaq 4 vuraq 2 vuraq mənfi 15. 1 plus 120 121. X1 beraberdir 1 plus 11 bölü 2 vuraq 2. 12 bölü 4 3. X2 ile beraberdir 1 çıxaq 11 bölü 4 mənfi 10 bölü 4 mənfi 2,5. Burada bir mesele var. Buradan 2 kökü tapdım. Sonra logaritm 2 əsasdan 2x plus 11 beraber 0'a. Oradan 2x plus 11 beraber 2 üstü 0'a. 2x beraberdir 1 çıxaq 11. 2x beraberdir mənfi 10. X beraberdir mənfi 5. Yani mənfi 5'i yerine koysam mənfi 10 plus 11 bura ödüyor. Sonra mənfi 2,5'i koysam yerine mənfi 5 plus 11 müsbət 6 ödüyor. 3'ü de koysam yerine o da ödüyor. Demek terinin köyleri mənfi 3 mənfi 2,5 mənfi 5. 58 olur B variantı. Gel bir yoxlayaq. 59 əsaslar eynidirsə 2x çıxar 3 beraber x plus 4'e. 2 çıxar x beraber 4 plus 3. X beraber 7. 7'nin de yerine koysak ödüyor. 59'a 60 200 x'e bir t desək olur t kvadratı çıxaq t çıxaq 12 kiçik 0. Buradan viyete göre köylər cəmi 1 köylər hasili mənfi 12. Bunların da kökün biri mənfi 4 biri müsbət 4 biri mənfi 3. Onu t daxildir birbaşa olur mənfi sonsuzda mənfi 3'e birləşmə 4 müsbət sonsuzluq. Burada bir məsələ var. 200x beraber mənfi 3 mümkün değil. Onda 200x beraber 4 mümkündür. X beraber 2. Onda hansı cavab götürür? Bunu götürmürük. Biz neye götürürük? 200x mənfi sonsuzda mənfi 3'e birleşme 2'den demek burada ne olur? 4'ten müsbət sonsuzluğa. Burada 200x böyüktür 4'ten götürürük. X böyüktür 2'den.
Ama x 2'den böyük olanda bir tane yoxlayaq burada nəyi? Əsas məsələ budur. X böyük 2'den 3 koysa 2 üstü 6 çıxar 2 üstü 3 çıxar 12. Biri 64 çıxar 8 çıxar 12. Burada bir ikisi 0 olduğundan bu ödəmir. Məsələn 2 üstü 4'ü də qoysaq yerinə 208 256 çıxar heç birini ödəmir. Demək bu 2'den böyük yox, tərsinə 2'den kiçik əlini götürəcəyik. X kiçikdir 2'den, mənfi olsan 2'ye. 0'ı qoysaq yerinə ödəyir. 1 çıxar 1 çıxar 12 ödəyir. ...61. EG 32. Onunla bizim işimiz yoktu. Aşağıda 2'ni atırım karşı. O 2 EG2 plus EG2. Beraber logaritm 89 2. Yukarı EG 32 plus EG2. Ayrı vuruk kimi yazdı. Bu da 3 EG2. Beraber 2'ye. Onu da vurursam EG 32 plus EG2 beraber 6 EG2. Buradan EG 32 beraberdi. 6 EG2'den EG2 kaldı. 5 EG2. EG 32 beraberdi. 5 atıram kuvvete olur. EG2 üstü 5. Onda x üstü 5 beraber 32. X de beraber 2. 61'e cevap 2. 2 62. 2'ni getirəm qarşıya 2 LC2 plus 3 LC2 beraber 15 olur. 5 LC2 beraber 15'e LC2 beraberdir. 15'i 5'e 3 x de beraber 10 üstü 3. 63. Bunu yazacağım 10 üstü 1 bırak 10 üstü LC2 beraber 20'ye. Onda 10 üstü EG-2 böyle logaritm 10 yazısını x için yazdım ki başa düşün. 20'ni böldüm 10'a 2. 10'dan 10 gelir x beraber 2. 64. Bunu yazır 2 üstü 3 8. Bırak 2 üstü 2. Üste göre 8 yazırım 2 üstü 3 üstü x beraberdi. 320'ye. Bu 4 bırak 2 üstü 3 8. Üste göre 2 üstü 3 8 beraber 320. 4 burada 1 burada. 5 tane bırak 2 üstü 3x beraber 320. 2 üstü 3x beraber 325'e böldüm. 6 64. 3x beraber 64. X beraber 2'ye. Bakın sual 2 aslan 2. Bunu böyle olduğu kimi yazar. 2 aslan 2'si bırak. Logaritm 9 aslan 16 bir yazar. 3'ün kvadratı 16'ın yazar. 4'ün kvadratı bırak. Logaritm 5 aslan 3. Bu 2 bölü 2 geçti karşıya. Logaritm 2 aslan x. Bırak logaritm 3 aslan 4. Bırak. Bulanın yerinde şey. Logaritm 5 aslan 3. Bırak logaritm 3 aslan 4. Bu 3'ten 3 gelir. Kaldı burada logaritm 2 aslan x beraber. Bırak. Logaritm 5 aslan 4 beraber 4'e. Bunu devam edeceğiz. Logaritm 2 aslan x bir 2 kimi. Bırak logaritm 5 aslan 4'e yazan 5 aslan 2'nin kvadrat beraber 4 kimi. Bu 2'ni de getirerek karşıya 2 logaritm 2 aslan x olsun. Bırak logaritm 5 aslan 2. 4. Buradan bu 2 ile bu 2 geçsin. Kalsın burada logaritm 2 logaritm 5 aslan x beraberdir. 4'e. Buradan logaritm 5 aslan x beraberdir. 4'ü 2'ye böldüm 2. X ile beraber 5'in kvadratı. O dili 25. Veya karşı sualda ama rahat yerler var. Sağ olun uşaqlar. Əziyyətə qarşı kanala abunə olub paylaşmayı unutmayın.